mən Cahangir Cahangirli adına xor haqqında danışmaq istəyirəm. Müasir demək Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərir bu kollektiv. Uzun müddətdir ki, yəni yaranıbdır, fəaliyyətini biz izləyirik. Tanınmış bəstəkar, dirijor və xalq artisti Cahangir Cahangirovun adını daşıyır. Bədii rəhbəri Təranə xanım Yusifovadır, əməkdar müəllimdir. Biz bu yaxınlarda iştirak etdiyimiz, qatıldığımız bir tamaşada onların ifasını gördük. Hüseyn Cavidin həyatına və şeirlərinə həsr olunmuş dramatik musiqili bir tamaşa idi. Bu tamaşa haqqında biz verilişimizdə danışmışıq. Hüseyn Cavid rolunda xalq artisti Eyüp Yaqubov idi. Adı da belədir, yalnız mədəniyyət. Bəli. Demək, həmən tamaşada çox böyük bir hissə düşürdü həmən xorun üzərinə. Həm aktyorluq eləyirdilər, həm ifa eləyirdilər musiqi parçaları, ayrılıqda solo və xor şəklində. Sənətdə xora gəlib yetişmək, oratoriyaya yetişmək, bunlar doğrudan da böyük istedad istəyir ki, hər musiqi növü kim nə deyirsə desin, elə ifa oluna bilər ki, xorun dilində özü çox möhtəşəm səslər, ancaq gərək zövqün olsun. Biləsən, bunu necə işləyirsən. Mən düşünürəm ki, bax, bu xor, bu kollektiv sadəcə vokal ifaçılığı ilə məşğul deyil. Onlar həm də musiqi maarifçiliyi ilə məşğuldular, həm də biraz daha geniş mədəni maarifçiliklə məşğuldular. Çünki onların hər dəfə hazırladığı proyektlər zamanla səsləşir və zamana ən vacib mesajları ötürür. Cahangir Cahangirov adına xor 1936-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılıbdır və Cahangir Cahangirov xor musiqisinə böyük bir maraq göstərdiyi üçün sonralar Üzeyir bəy həmin xoru Cahangir Cahangirova həvalə edir və Cahangir Cahangirovdan sonra isə bəstəkar Ramiz Mustafayev həmin bu xora rəhbərlik edib və xor bir müddət bilirsiniz ki, Azərbaycan Televiziya və Radiosunun tərkibində fəaliyyət göstərib. 2023-cü ilin noyabr ayından artıq bu xora yəni bədii rəhbər kimi təyin olunmuşam. Az müddət ərzində düşünürəm ki, çox işlər gördük. Bu dövr ərzində biz solo konsertlər, yeniliyə meyilli təşəbbüslərimiz çox oldu. Repertuar seçimi bizə zəngindir. Amma çalışıram ki, yenə də burada kreativlik olsun. Bütün musiqilərdə, hətta xarici musiqi ilə də muğamı sintez eləyib. Çünki tamaşaçıya bu çox maraqlı gəlir. Onu da deyim ki, Cahangir Cahangirovun özü də əsərləri yazarkən muğam elementlərindən çox istifadə etdiyi üçün onun fərqliliyi onda idi. Xarici bəstəkarların repertuarına da müraciət edirik. Hətta caz və estrada musiqisinə həsr olunmuş bir konsert ərsəyə gətirdik. Bu muğam mərkəzində baş verdi. Müasir kompozisiyalar, istər yəni milli musiqimizdən, istər müasir pop musiqisindən, muğamdan, cazdan bəhrələnərək, hətta aşıq musiqisindən bəhrələnərək yeni kompozisiyalar, maraqlı kompozisiyalar yaradıb tamaşaçılara təqdim edən peşəkar bir kollektivdə onlara uğurlar arzulayırıq. Və mənə elə gəlir ki, Cahangir Cahangirov adına olan bax bu xor həmin xalqın səsini sənətdə təkrarlaya bilir.